Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bu ayələri eşitdi, o ayələr nazil oldu, səbr elədi. Həttə nəluhu bil-azaim və ramuhu bihə. Ta ki ona başladılar iftiralar, böhtanlar atmağa. Əvvəl Həzrətin şəxsiyyətinə yaraşmayan sözlər deyirdilər, təhqiramiz, nalayiq sözlər, Həzrət səbr elədi. Sonra başladılar ona böhtanlar atmağa. Deyir, fəzzaqə sadruhu. Peyğəmbərin səbri daraldı, sinəsi daraldı. Allah Taala izzət və cəlal sahibi olan Allah bu ayəni nazil elədi. Bu ayəni nazil elədi. Ki, ey Peyğəmbər, mən bilirəm ki, sənə deyilən sözlərə görə, sənə atılan böhtanlara görə sənin sinən daraldı. Bilirəm. Amma fəsəbbih bihamdi rabbikə və kum minəs-səcidin. Narahat olma. Rəbbini həmdi ilə, təsbih ilə, zikr ilə və ona səzdə eləyənlərdən ol. Sonra deyir, nə baş verdi? Mərhələ-mərhələ Peyğəmbəri incidirdilər. Birinci şəxsiyyətinə qarşı nalayiq sözlər görürdülər, səbr edir. Sonra başladılar böhtan atmağa, gördülər, səbr edir. Nəhayət gəldilər, dedilər ki, summə kəzzəbuhu və ramuhu. Sonra deyir ki, başladılar onu Allahın ona göndərdiyi ayələri inkar etməyə, Peyğəmbərin peyğəmbərliyini inkar elədilər. Peyğəmbərin peyğəmbərliyi yalnız öz şəxsiyyəti ilə yox, Allahla bağlı olduğuna görə Peyğəmbər çox kədərləndi. Artıq iş Allaha gedib çıxır. Peyğəmbərin peyğəmbərliyini inkar eləməklə Allaha toxunmuş olurdular deyə Peyğəmbərə ağır gəldi, çətin gəldi. Və ona deyir, daşqalaq elədilər, daş atırdılar görsən Peyğəmbərə. Peyğəmbər hüzünləndi buna. İzzət və cəlal sahibi olan Allah bu ayəni nazil elədi ki, ya Peyğəmbər, onların sənə dediyi sözə görə kədərləndiyindən xəbərimiz var, bilirik. Onlar lə yukəzzibunəkə fəinnəhum lə yukəzzib. Onlar səni təşzib eləmirlər. Vələkinnəl zaliminə bi əyətilləhi yəchədun. Onlar səni təşzib eləmir. Onlar Allahın ayələrini inkar edirlər. Zalimlər Allahın ayələrini inkar edirlər. Yəni səndən işləri yoxdur. Mənə görə səni incidirlər. Və səndən öncə də rəvayətdə buyur, səndən öncə də peyğəmbərləri incitmişdilər. Onlar səbr elədilər. Onlar səbr elədilər, səbr göstərdilər. Və bizim köməyimiz gələnə qədər təmkinlə yanaşdılar. O qədər incitdilər ki, ta ki bizim köməyimiz onlara gəlib çıxdı. Və Peyğəmbərə buyurdu ki, ya Peyğəmbər, səbr elə. Peyğəmbər